Hər kəsə salam, YouTube kanalıma və növbəti vloquma xoş gəlmisiniz qızlar. Mən yenə də sizin qarşınıza həftə sonu vloqu ilə gəlmişəm. Artıq uzun müddətdir ki, ancaq həftə sonu çəkilişlər eləyə bilirəm. Həftə içi imkanım olmur və YouTube-a da gec-gec yəni video yükləyirəm. Buna səbəb də işlərimin çoxluğudur. Yəni həftə içi İşdən çox gec çıxıram. Əvvəl saat 5-də çıxırdım. İndi amma 6-ın yarısı çıxdığım üçün evə də çox gec gəlirəm. Yəni imkan eləyib dərslərdən, işlərdən vaxt eləyib sizə vloqlar çəkə bilmirəm. Ona görə də artıq bir neçə vaxtdır ki, ancaq həftə sonu vloqları paylaşıram məcbur şəkildə. Deməli qızlar, evi niyə belə çəkirəm? Əslində bu gün dərin təmizlik etmişəm. Bu arada həftənin şənbə günüdür. Dərin təmizlik etmişəm və fikrim var idi ki, sizə vloq da çəkim, təmizlik eləyə-eləyə, amma çəkə bilmədim, çünki işlərimə yeni başlamışdım. Eltim zəng elədi ki, durun gəlin bizə. Mən də dedim ki, indi gəlməyim qeyri-mümkündür. Artıq yəni belə deyim də, əlimi işə atmışam, işi yarımçıq qoyub çıxa bilmərəm. Ona görə bütün işlərimi yekunlaşdırdım. Günortaya doğru Eltimgilə gedəcəyik. Yəni bir yerə gedəcəmsə də çalışıram ki, evi yığışdırıb gedim qızlar. Çünki 2 gün boş vaxtım olur. Yəni onu da demək olar ki, əksəriyyət vaxtlarda elə 2 günün ikisi də ancaq ev işlərinə, uşaqların belə deyək də dərs hazırlıqlarına gedir. Ondan əlavə onların yeni həftəyə hazırlıq prosesi gedir. Ona görə də 2 günüm də dolu olur. Amma mümkün olduğu qədər yəni gəzintiyə falan da vaxt ayırmağa çalışıram. Amma elə olduğu halda da dediyim kimi evləri yığışdırıb gedirəm mütləq şəkildə. 5-ci gündə işdən gələrkən kitab mağazasına getmişdim. Özümə 2 ədəd kitab almışdım. Onları da yerləşdirdim. Ümumiyyətlə qızlar, açıqcası işlərimi planlı şəkildə görməyi sevirəm. Məsəl üçün həftənin 6-cı günü evləri yığışdıracağamsa, çalışıram ki, 5-ci günə qədər paltar işimi bitirim. Yəni həftə içi paltarları maşına atıram, yuyuram, qatlanıb götürüləsiləri götürürəm, ütülənəcəkləri ayırıram. Həftənin 5-ci günü müəyyən belə deyim, səliqə işlərimi görürəm. Məsəl üçün bu kitabları da artıq səliqəyə salmışdım. Yəni kitabxanamı belə deyim də axşamdan biraz rahatlamışdım. 2 kitabım çantada qalmışdı. Onları da gətirdim, qoydum. Yəni 5-ci gündən əslində başlayır mənim iş görməyim. Ümumi belə götürəndə işdən gec də gəlsəm çalışıram ki, 6-cı gün elə olsun ki, elə bil səhər durum və o dəqiqədə evləri yığışdırmağa başlayım. Mümkün olduğu qədər yəni işlərimi planlı görməyə çalışıram. Plansız olanda həqiqətən hər şey qarışır bir-birinə. Çox nadir hallarda olar ki, mən bazar günləri evləri yığışdıraram. Bir də belə bir şey göstərim sizə qızlar. Bu yeni il dekorudur. Keçən səfər Qarayevdə, Sevinç Molda Sinsey mağazasından almışam. İnşallah növbəti vloqlarda, yəni vloqmasda çəkəcəm, evin bəzədilməsini də çəkəcəm. Onda bu dekoru da istifadə eləyəcəm. Evləri artıq yekunlaşdırdım. Dediyim kimi Eltim dedi ki, dur gəl bizə. Mən də ona görə çəkiliş etmədim. Elə tez bazar evi yığışdırdım. Amma dərində təmizliyimi etmişəm. Çünki o zəng eləyəndə artıq 3-cü mərtəbəni, otaqları, 2-ci mərtəbədə otaqları, onları bitirmişdim. Yalnızca dəhliz hissə və pilləkən hissə qalmışdı. Səhər də duranda rəngli paltarları atmışdım, yuyulmuşdu. Onları artıq sərmişdim günortaya doğru və qaraları da atdım, çıxdım. Baldızımgil evdə idilər. Dedi, mən çıxardıb sərərəm. Hazırlaşdım, uşaqları da geyindirdim, elədim və taksi çağırdıq, getdik Eltimgilə. Eltimgil Hövsanda yaşayırlar. Bizim evin yanından düz ora gedən bir avtobus yoxdur, bilmirəm. Yəni ümumiyyətlə məncə yoxdur. Mərdəkan istiqamətindən ora gedən avtobus yoxdur. Mən də taksi çağırdım, uşaqları da götürdüm, getdim. Əslində yorğun idim, işləri ki görmüşdüm, yəni evdə çox yorulmuşdum. Nəysə ki, ərincəklik eləmədim. Uşaqlar da çox darıxırdılar, qaynımın oğlu da darıxırdı. Çıxdıq, gəldik, elə yolda da qaynımı gördük. Daha doğrusu marketdə də qaynımı gördük. Bir yerdə getdik evə. Artıq ikinci səfər idi gedirdim evlərinə. Keçən səfər də Eltim hamımızı qonaq çağırmışdı.
Hövsanda Mida ərazisi var. Yəqin ki, artıq təxmini binalardan tutdunuz. Mida ərazisi var. Oradakı binalarda qalırlar. Belə, yəni evdə çəkiliş etməmişəm, amma mən evi çox bəyəndim. İlk dəfə idi ki, bu Mida evlərində olurdum. Bu da qaynımın balaca oğludur. Bu isə böyük oğludur. Bu arada böyük oğlunun keçən səfər ad gününü də paylaşmışdım sizinlə, Rüzgarın. Mehrin də biraz naxoşlanmışdı bu həftə, amma həftə sonuna doğru biraz şükür Allaha düzəldi. Daha sonra da məktəb tətili başladı. Əslində yəni vloqu çoxdan çəkmişəm qızlar, amma indi paylaşmaq fürsətim olubdu. Sonra da yəni məktəb olmayacaqdı deyə biraz da rahat idik açıqcası bu həftə. Günorta yeməyimizi yedik. Sağ olsun Eltim yaxşı hazırlıq görmüşdü. Sonra düşdük aşağı. Biraz uşaqlar binanın həyətində oynadılar. Biz də alış-veriş elədik. Ətraf mağazalara baxdıq. Sonra İran mağazasından uşaqlığımızın keksi var idi. Rastıma çıxdı. Onu aldıq. Simiçka falan aldıq. Biz Eltimlə yuxarı qalxdıq. Özümüz üçün süfrə düzəltdik, çay süzdük. Biraz söhbətləşdik. Amma uşaqlar hələ qaynımla aşağıdaydılar. Yəni binanın ən çox xoşuma gələn xüsusiyyəti odur ki, uşaqların oynadığı hissəyə ümumiyyətlə maşın falan girmir. Tam belə rahatlıqla tək başına da yəni uşaqları çölə ötürmək olar. Nəysə 6-cı günüm belə bitdi qızlar. Həm ev yığışdırdım, həm qonaq getdim və axşam saat demək olar ki, 2 işləmişə qədər də orada olduq. Növbəti gün bazar günüdür. Yəni sonra da artıq məktəb tətili başlayacaqdı deyə çox belə deyim tam rahat idik. Çox rahat idik və bazar günü səhər durdum. Birdən-birə könlümə lahmacun düşdü qızlar. Açdım soyuducunu, baxdım, gördüm hər cürə yəni inqrediyentlərimiz də var. Qırmızı bibər, yaşıl bibər, pomidor, ət, daha sonra petruşka, Azərbaycanca adı yadımdan çıxdı, üzrlü sayın. Baxdım, gördüm ki, bütün inqrediyentlərimiz var. Bir də hazır yuxa var idi. Mən hazır yuxadan eləyəcəm qızlar. Artıq içliyə hazırladım. Yəni birə-bir resepti yəni deməsəm də olar. Artıq bilirsiniz ki, lahmacuna nə vurulur, nə vurulmur. Sadəcə olaraq ətinə biraz yağ və su da qatdım. Amma yağ qatmaya da bilərdim, çünki ət yağlı idi. Hazır balaca yuxalar ki var, onun üzərinə ətdən vurub tavada bişirdim. Yəni duxovkada da etmirəm, tavada edirəm. Yanına da petruşka, acı istiot, limon falan hamısı qaydasınca ürəyimiz istəyən cürə belə deyim. Günorta yeməyimizi yedik. Sonra qaynanam lobya bişirdi. Mən də artıq lahmacunu eləyəndə çox yorulmuşdum. Oturdum, bir stəkan çay içdim. Bu aralar bu konfetə dadanmışıq qızlar. Çox sevirik. Baldızım da mən də bunu alırıq uzun müddətdir. Çox dadlıdır. Almamısınızsa siz də alın dadın. Biraz dincəldim qızlar, amma təbii ki biraz dincəldim. Çox da dedim vaxtım getməsin, çünki birinci gün artıq işdir və paltarlar var idi ki, ütlənməli idi. Yığılacaq paltarları da yığdım, həm rəngliləri, həm qaraları və bugünə də pastel dəstlərimizi saxlamışdım qızlar. Onları maşına atdım və qalxıb yuxarı ütlənəcək paltarları ütləyəcəm. Pastel dəstlərini qızlar elə 1200 dövrədə, 1400 dövrədə sıxmaya qoyuram ki, tez qurusun. Çünki məftildə yer tutur, yəni asılqanda yer tutur. Ona görə də istəyirəm ki, elə demək olar ki, maşından quru şəkildə çıxardırıq. Elə də çox ipdə qalmağına ehtiyac olmur. Tez quruyur və götürürük. Yığdığım paltarları qatladım. Uşaqlar biraz baxdım, gördüm ki, dolablarının içlərini qatıb qarışdırıblar. Onları biraz yüngülvari səliqə səhmana saldım. Paltarlarını yerləşdirdim. Bu mebellər mənim əlimdən o qədər tutur ki, qızlar. Həqiqətən də uşaqların əşyalarını yerləşdirəndə deyirəm ki, doğrudan da mən neçə il əziyyət çəkmişəm də, yəni bu dolabın olmamağına görə. Şükür ki, axırı ki düzəltdik, aradan çıxdı. İnşallah ki, bu yaxınlarda fikrim var ki, uşaqların otağına həm
çılçıraq alım, həm də pərdə alım. Sadə pərdələr istəyirəm qızlar. Yəni belə ancaq tül alacağam, ağ rəng tül alacağam. Rəngli istəmirəm. Bir də kənarlarına fon qəti istəmirəm. Əgər imkan eləyə bilsəm, inşallah ki, yuxarıda dəhlizdə bilirsiniz ki, güllü pərdələrdir məndə. Artıq o güllü pərdələrdən də bezmişəm. Sonra divanın üstündəki güllü yastıqlardan da bezmişəm. İnşallah ki, imkan eləyib onları da dəyişəcəm. Yəni kitabxanamı da tam istədiyim kimi dekor etmək fikrim var. Amma ilk öncə uşaqların otaqlarından başlayacağam. Çılçıraq və pərdə alacağam. Bir də Temudan aksesuarlar seçmişəm. İnşallah ki, onları sifariş edəcəm, gəlsin. Paltarları qatlayıb yerinə yerləşdirəndən sonra başladım paltarları ütləməyə, ütlənəcəkləri ütləməyə. Uşaqlar da aşağıda axşam yeməklərini yeyirdilər. Dediyim kimi növbəti gün məktəb yox idi deyə mən çox rahat idim. Ancaq belə deyim, özümə fokuslanmışdım, öz işlərimi görməyə çalışırdım. Bu ütü işi də qızlar mənim üçün biraz əziyyətdir, açıqcası. Heç sevmirəm paltar ütləməyi, amma yəni məcbur ütülüyürəm. Məcbur olmadıqca ütləmirəm, belə deyim. Amma belə düz paltarları ütləmək elə də çətin deyil. Yastıq üzüdür, nə bilim yorğan üzüdür, dəsmaldır. Məsəl üçün uşaqların paltarlarını ütləmək mənim üçün rahatdır, amma biraz kişi paltarlarını ütləmək çətindir. Yoldaşım da forma geyinir. Formanı rahatlamaq mənim üçün çətindir, amma yəni edirəm də, əlimdən gəldiyi qədər eləməyə çalışıram. Nə qədər alınır bilmirəm, amma düşünürəm ki, ev işlərinin içində bacarmadığım ütüdür. Ütü işini bacarmıram. Bir də ki, açığı deyim, yəni mürəbbə, turşu, belə şeylər də qoymaq mənlik deyil. Qoya bilmirəm, bacarmıram. Kompot falan belə şeylər bağlamıram. Belə bəzən olur ki, evdə məsəl üçün meyvə falan çox olanda xarab olmasın deyə gündəlik kompot eləyirəm. Onu eləyə bilirəm. Amma belə məsəl üçün eləyim, yaydan qışa saxlayım. Belə şeylər etməmişəm qızlar açıqcası. Yəni düşünürəm ki, heç əlimdə alınmaz. Heç yəni o işlərə belə deyim, baş qoşmuram. Nəysə qızlar, paltarları da ütülədim. Artıq açığı deyim ki, yəni sona qədər ütüləyə bilmədim. Paltar çox yığışmışdı. Bir qismini saxladım. Dediyim kimi, ütü işini o qədər sevmirəm ki, mümkün olduğu qədər o işdən qaçmağa çalışıram. Ta ki, belə deyim, bıçaq kəmiyə dirənənə qədər türklər deməli. Artıq baxıram ki, yox, başqa yolu yoxdur, mütləq ütləməliyəm və paltarları ütülüyürəm. Yerinə yerləşilənləri, asılanları hamısını asdım, rahatladım. Yəni birə-bir çəkiliş etmədim, artıq yorulmuşdum qızlar və sabaha hazırlaşıram. Gel maskası eləyəcəm üzümə qızlar. Daha sonra duş qəbul eləyəcəm və bir də belə su bazalı parça maska almışam. Mən bu parça maskalarını çox sevirəm, çox istifadə edirəm. Amma konkret yəni bir firmadan alıram, eyni firmadan alıram, söhbəti yoxdur. Yəni mağazaya girirəm, ağlıma batan, gözümə xoş gələn, nə bilim indi içini də oxuyuram, hansı ki biraz ən çox da su bazalı olmağına fikir verirəm. Yəni alıram, istifadə eləyirəm. Yəni biraz özümə baxım eləmək istəyirəm açıqcası. Bir də ki, belə bir masaj aləti almışam. Üz masaj alətidir qızlar bu. Temudan almışdım. Maska eləyəndə üzərindən də bundan üzümü, yanaq nahiyəmi belə deyim də masaj eləyirəm. Ən sonunda da üzümə bu Kiehl's'in üz kremindən vuracağam. Artıq uzun müddətdir bunu istifadə eləyirəm. Artıq bu da bitmək üzrədir. Biraz da belə deyim də, dedim günün sonunda, 2 günün sonunda axırı ki, özümə də vaxt ayırmış olum. Sabaha da yaxşı-yaxşı hazırlaşım. Belə mənim də 2 günüm belə bitdi.